Yəni adam onda deyər, mən də təklif edirəm ki, Bakı şəhər icra hakimiyyətini bağlayaq. Yağış yağan günləri Bakı şəhər icra hakimiyyəti səlahiyyətlərini dondursun, bağlayaq. Həmin gün Eldar Əzizov olsun adi vətəndaş. Həmin günün maaşı hesablanmasın. Düzdür ya yox, o həmin günə düşən məsuliyyətlər, səlahiyyətlərdən azad olunsun. Necə olar? Bu nə yanaşmadır? Sən orada tunel tikəndə, sən bilmirdin bu yağış yağacaq. Sən bilmirdin burada su yığılacaq. Necə yəni o nasosların gücü çatmır? Necə yəni o tutaq ki, su kanallarının gücü çatmır? Sual verməksin. Bax, indi biz gəlirdik yoldan, həmin elə xəttin üstündə, o depo deyilən ərazi var da, metronun depo stansiyası. Bax, həmin kanalın üstündə, bax, kim deyir, gəlsin yoxla. Həmin kanalın üstündə 8-dən 18 mərtəbəli bina tikilir. 8-dən 18 mərtəbəli. Və bunların indi su kanalizasiya sistemi hara birləşdiriləcək? Sənin o tunelə yığışan yağış suyunu ötürməyə kanalın yoxdursa, 8-dən 18 mərtəbəli binanın su kanalizasiya sisteminə hara qoşacaqsan? Hə? Yol boyu tikilən o hündür mərtəbəli binaların, bəs yaxşı sən buna icazə verəndə nə düşünürdün onda? Necə icazə verirdin buna? Necə davam edir. Yəni tikə-tikə də gedirlər. Qardaş, sən bunu da hesablamalısan, yolu da hesablamalısan, tıxacı da hesablamalısan. Həmin binalarda yaşayacaq insanların, uşaqlarının məktəbini, bağçasını, dükanını hesablamalısan, parkını hesablamalısan. Bu aidiyyatı qurumlar nə işə yarayır? Siz nəyə lazımsınız? Hörmətli Eldar Əzizov və onun 10 minlik bir heyəti və milyonluq büdcəsi var. Bakı şəhər icra hakimiyyəti. Bax, nəyə lazımsan sən? 3 dənə nasos qoyub ora gələn suyu sən kanala ötürə bilmirsənsə, hərurlar milyonu bəs belə şeyin hesabına qazanıb da. Gediblər, atıblar ora, üstünə 3-dən 5-dən. Heç kimə sir deyil ki, mən niyə bina tikə bilmirəm? 3-dən 5-dən də gəl tik. Beçat, möhür, harada istəyirsən, tarixi abidə, bina, mülkü, şəxsi mülkiyyət fərqi yoxdur, eskalator dirəyərsən, dağıdarsan, o da can-canım, qışqıracaq, 2-3 gün hayki olacaq və s. Yəni, qardaş, bu nə yanaşmadır? Ona görə biz deyirik, mən də onun tərəfdə, Bakı şəhərində icra hakimiyyəti mer seçkilərlə olmalıdır. Onda o seçicilər qarşısında məsuliyyətli olacaq. Onda o seçicilər qarşısında düşünəcək ki, yox, mən bu dəfə tuneldə adam boğulub öləndə və yaxud da insanların əmlakları məhv olanda suya o sədərək filan, mən səhv eləmirəmsə, su bastı olar. Yaxşı, orada tikiləndə niyə icazə verirdilər? Bu çökəklik, dərə, bu var da, bunun xəritəsi var da, Bakının xəritəsi var da, coğrafi xəritədir. Bu hara dərədir, hara su axınıdır, hara filandır. Bu tapmaca deyil, bu ekstrasens olmaq lazım deyil axı.